Azərbaycan Milli Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin birgə təşəbbüsü ilə Bakı 2015 Süni İntellekt və İdmanda İnnovasiya adlı müsabiqənin qaliblərini mükafatlandırma mərasimi keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, Fərid Mansurov, MOK-un baş katibi Azər Əliyev, Avropa Olimpiya Komitələrinin nümayəndəsi Gianluca De Angelis, MOK-un İcraiyyə Komitəsinin, müsabiqənin münsiflər heyətinin üzvləri, idman ictimaiyyətinin nümayəndələri, həmçinin digər qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralosun Bakı 2015 Avropa oyunlarının 10 illik yubileyinə həsr olunmuş təbrik video müraciəti nümayiş olunub. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə 1-ci Avropa oyunlarının Azərbaycan idman tarixində dərin iz buraxdığını, bu mötəbər yarışların qısa müddətdə yüksək səviyyədə təşkil olunduğunu xatırladıb. O, həmin oyunların Avropada yeni standartlar müəyyənləşdirdiyi və bu ənənənin bu gün də davam etdiyini vurğulayıb. Çingiz Hüseynzadə yarışın artıq qitənin ən vacib idman tədbirindən birinə çevrildiyini, Avropa oyunlarının yubileyini yenilik və müasir texnologiyalarla qeyd etmək məqsədi ilə süni intellekt mövzusuna müsabiqə elan edildiyini diqqətə çatdırıb. Avropa Olimpiya Komitələrinin nümayəndəsi Gianluca De Angelis çıxışında bildirib ki, 1-ci Avropa oyunlarının 10 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Milli Olimpiya Komitəsi ilə Avropa Olimpiya Komitələrinin birgə təşəbbüsü kimi həyata keçirilən qabaqcıl layihədir. O qeyd edib ki, bu müsabiqə Avropa Olimpiya Komitələrinin tarixində mühüm mərhələ olmaqla yanaşı, irs və innovasiyanın vəhdətini təcəssüm etdirən beynəlxalq kommunikasiya platformasına çevrilib. Tədbir zamanı süni intellekt və idmanda innovasiya mövzusunda hazırlanmış qısa video təqdim olunub. Müsabiqənin münsiflər heyətinin üzvləri, İspaniya Milli Olimpiya Komitəsinin baş katibi Victoria Cabezas və Türkiyə Olimpiya Komitəsinin korporativ kommunikasiyalar direktoru Volkan Öner çıxış edərək, idmanda texnoloji yeniliklərin tətbiqinin idmançının nəticələrinə və psixoloji hazırlığına təsirindən danışıb. Olimpik hareket daha çok gençlere hitap eden, onların spor yoluyla daha sağlıklı olmalarını, spor kültürü edinmelerini sağlamaya çalışan bir oluşum. Dolayısıyla tüm yeniliklere, tüm güncel gelişmelere de adapte olmayı hedefleyen bir oluşum. Günümüzde AI hayatımızın hemen hemen her alanına girdi ve bu iş yapış şekillerimizi de etkiledi elbette. Buna tabii ki de iletişim araçlarını da ekleyebiliriz. Biz de kardeş NOC'miz Azerbaycan Olimpiyat Komitesi ile beraber AI destekli görsel ve video üretmek amaçlı, gençleri buna teşvik etmek amaçlı bir yarışma düzenledik. Çok güzel başvurular oldu, çok iyi eserler çıktı ortaya. İnanıyorum ki bu ödülün devamı da gelirse çok daha iyi çok daha iyi eserler göreceğimize eminim. Bugün de bu katılımcı genç arkadaşlarımızı ödüllendirmek için bir aradaydık. Ben bütün katılımcılara, Azerbaycan Olimpiyat Komitesi'nin yetkililerine ve EOC Avrupa Olimpiyat Komitelerinin yetkililerine çok teşekkür ederim. Beraber çok güzel bir sinerji yarattık. İnanıyorum ki bu ödül de çok daha fazla genci olimpik hareket için katkı sunmaya teşvik edecek. Bakı 2015 Avropa oyunlarının çempionu İlham Zəkiyev çıxışında oyunların idman tariximizdəki əhəmiyyətini xüsusi vurğulayıb. Tədbirdə müsabiqəyə təqdim olunan işlər vizual nümayiş formasında təqdim edilib. Sonra müsabiqənin qaliblərinin adları açıqlanıb. Müsabiqənin beynəlxalq qalibi Türkiyəli Fatihcan Aytan, Azərbaycan üzrə qalibi isə Rauf Həmişoğlu. Qaliblərə sertifikatlar və mükafatlar təqdim edilib. Qaliblər çıxış edərək təşkilatçılara minnətdarlıqlarını bildiriblər. Azerbaycan Milli Olimpiyat Komitesi'nin düzenlenmiş olduğu 2015 Avrupa Oyunları'nın 10. yılının özel yapay zeka ve inovasyon yarışmasında galip seçildim. Burada olmak benim için çok büyük onur ve gurur duyuyorum bu konuda. Bugün almış olduğum bu ödül yalnızca bir projenin başarısı değil, iki kardeş ülkenin ortak hedefi olan yenilikçi düşünce, bilim ve sporun geleceğine dair bir umudun simgesidir. Unutmayalım ki inovasyon yalnızca teknolojiyle değil, inançla, cesaretle ve insan sevgisiyle başlar. Teşekkür ederim. Sonda münsiflər heyətinin üzvləri, iştirakçılar və layihənin reallaşmasına çalışan şəxslər mükafatlandırılıblar.
Biz qalibləri mükafatlandırdıq. Çox çətindir, çox maraqlı proyektlər verdi. Biz hamısına qiymət qoyub, əlbəttə qalib bir nəfər seçilməli idi. Bir xarici qalib, bir də bizim Azərbaycan öz qalibimiz seçildi və onları mükafatlandırdıq. Çox maraqlı proqramlar var idi. Mən üçün də çox böyük qürur hissi idi ki, bu proqram müsahibi heyətinin üzvü idim. Və mən inanıram ki, bugünkü qaliblər və hətta iştirakçılar bundan sonraki müsabiqələrdə daha gözəl proyektlər hazırlamağa hamısı idealı və talantlı gənclərdir. Mən və onlara uğurlar arzulayıram və qalibləri təbrik edirəm. Qeyd edək ki, müsabiqəyə əlavəti qrafika, 10 video olmaqla 66 iş təqdim olunub.